Mətnlərin aid olduğu üslubların xüsusiyyəti əsasında müqayisə cədvəlinə uyğun fikirlər yazın. Verilmiş mətnimiz publisistik mətndir. Çərçivə daxilində verilən mətn isə bədii mətndir. Fərqləndirici xüsusiyyət kimi publisistik mətnə aydınlıq, anlaşılılıq, kütləvilik yazmaq mümkündür. Çərçivədəki mətndə isə məcazlardan geniş istifadə, məcaziliyin üstünlük təşkil etməsi, eyni zamanda obrazlılıq, emosionallıq və sair bu kimi fikirləri yazmaq olar. Ortaq cəhəti isə qeyd edə bilərik ki, hər ikisi funksional üslublara aiddir, ədəbi dili təşkil edir. Birini yazsaq kifayətdir, ədəbi dili təşkil edir və sair kimi xüsusiyyətlər yazmaq olar.